Gənclər arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib. İnsident Cəlilabad rayonunun mərkəzində insanların kütləvi şəkildə bayram gəzintisinə çıxdığı zaman baş verib. Şahidlərin bildirdiyinə görə əvvəlcə tərəflər arasında sözlü mübahisə yaranıb. Daha sonra vəziyyət gərginləşib. Nəticədə Cəlilabad rayonunun Uzuntəpə kənd sakini 17 yaşlı Məhəmməd Əskərli müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Ərazidə olan vətəndaşların köməkliyi ilə yaralı dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. 2009-cu il təvəllüdlü kişi şəxs Cəlilabad rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdur. Xəstəyə ön döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən, kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilmişdir. Xəstəyə tərəfimizdən zəruri tibbi yardımlar göstərilmiş, müalicəsi üçün ambulator müalicə təyin olunmuşdur. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, ərazi nəzarətə götürülüb, şahidlərin izahatları alınıb və ilkin araşdırmalara başlanılıb. Yanvar ayının 1-də Cəlilabad şəhəri ərazisində bir nəfər yeniyetməyə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.